Herkese salam. 2024-cü il 1-ci qrup 2-ci şans qəbul suallarının izahına baxırıq. Riyaziyyat suallarına gəlin başlayaq. İlk sualda tənliyin kökləri cəmini soruşur. Gəlin bunu belə yazaq. X kvadratı üzərinə gəlsin 2x plus 1 çıxılsın 3x plus 1 üzərinə gəlsin 2 bərabərdir 0. 3'ü parçaladım 1 və 2 şəklində. İndi burada yaza bilərik ki, modulda x plus 1'in kvadratıdır bu. Çıxılsın, 3 vurulsun x plus 1 modulda üzərinə gəlsin ki, 0'a bərabərdir. Gəlin əvəzlənmə eləyək. Modul x plus 1'ə bir t deyək. Və bu zaman belə bir ifadə alınır ki, t kvadratı çıxılsın 3t plus 2 bərabərdir 0'a. Buradan məlum məsələ t'nin 1 və t'nin 2 qiymətlərini tapırıq. T'də modulda x plus 1 idi. Birincisi 1 olsa x 0 və mənfi 2 ola bilər. Yəni bir dəfə x plus 1 1 olacaq, bir dəfə isə x plus 1 mənfi 1 olacaq. Birinci buydu. İkincisi isə modul x plus 1'in 2 olduğudur. X plus 1 2 olsa buradan x'i 1 taparıq. X plus 1 mənfi 2 olsa x'i buradan mənfi 3 taparıq. Deməli 4 dənə kökümüz var. Və bizdən də bunların cəmini istəyirdi. Mənfi 2 ilə mənfi 3, mənfi 5 üzərinə də 1 gəlsək, mənfi 4'ü taparıq. Deməli, sinus 2 alfanı 5'də 1 verib. Kotangens kvadratı 3 pi bölünsün 4 üzərinə gəlsin alfanı bizdən soruşur. İndi gəlin hesablama aparaq. İlk öncə tangens kvadratı alfa nə idi? 1 çıxaq kosinus 2 alfa bölünsün 1 üzərinə gəlsin kosinus 2 alfaya bərabər idi. Bunu bilirik. İndi gəlin bunu tangensindən ifadə edək. Yəni 1 bölünsün tangens deməkdə kotangens. Tangensin kvadratı deməli vurulsun 3 pi bölünsün 4 üzərinə gəlsin alfa. Bu da baxın burada yerinə qoyuruq. 1 üzərinə gəlsin kosinus 3 pi bölünsün 2. Deməli üzərinə gələk yine 2 alfa. Deməli bölünsün 1 çıxaq kosinus 3 pi bölünsün 2 üzərinə gəlsin 2 alfa formasındadır. Və bu da 4-cü rübdədir. Yəni alfa müsbətdir. Bu zaman kosinusu sinusa, yəni bu sinusa çevrilir bu ifadə. Yəni alırıq ki 1 üzərinə gəlsin sinus 2 alfa bölünsün 1 çıxaq sinus 2 alfa. Sinus 2 alfanın da qiyməti 5'də 1 idi. Gətirib yerinə qoysaq, alınır ki 1 üzərinə gəlsin 5'də 1 bölünsün 1 çıxaq 5'də 1. Bu da eləyəcək 5'də 6 bölünsün 5'də 4. Məlum məsələ 5'lər gedəcək. Qalacaq 6 bölək 4. 2 ixtisar etsə 3 bölək 2. Yəni doğru cavab D variantıdır. Keçək 3-cü suala. Deyir bərabərliyindən B'ni tapın integral sualıdır. Görürük ki burada integral B'dən 6'dır. Burada 6'dan B'dir. Bunları gəlin eyni ifadə eləyək. Yəni belə yazırıq. İntegral deməli B'dən 6 kosinus kvadratı x dx bərabərdir. Mənfi integral B'dən 6 sinus kvadratı x deməli dx plus 2/6'ya bərabərdir. Deməli buradan bu tərəfə keçirsək integral B'dən 6 kosinus kvadratı, yəni dx-i mötərizə xaricində çıxarım. Kosinus kvadratı x üstə gəlsin. Sinus kvadratı x vurulsun dx bərabərdir 2/6'ya. Bu əsas eyniliklərdəndir ki, bu 1'ə bərabərdir. İndi bunu yerinə qoysaq, integral 6'dan B çıxaq dx bərabərdir 2 vuraqdır. Dx bərabərdir 2/6'ya. Əmsal 1 olduğuna görə bunun integralı, yəni bu 1'ə bərabərdir. Deməli qalır ki x integral B'dən 6 2/6'dır. Buradan da B çıxılsın 6 2/6'ya bərabərdir. B də 8/6'ya bərabərdir. Yəni doğru cavab B variantı. Deyir ki AB və AC və AD parçaları cüt perpendikulyardırlar. AB 6, BD 10, CD 17 olarsa AC'ni tapın deyir. Yəni çəkək. Hər hansı bir nöqtədir bu.
Bura bir deyək A nöqtəsi. Bura olsun B nöqtəsi. Bura olsun C və digər də olsun D nöqtəsi. Gəlin bunları bir-bir birləşdirək. Baxın, deməli AB-ni birləşdirək. AB-ni birləşdirmişik. BD-ni birləşdirək. Sonra nə birləşdiririk? CD-ni birləşdirək. Aha, görünür. Bunları bəsdir. Deməli AB 6-dır. BD 10-dur. Bu perpendikulyardır bu da. Pifagordan bura 8-dir. CD 17'dir. Pifagordan da bura 15'dir. Bizdən də AC-ni istəyirdi. Yəni doğru cavab D variantıdır. 5'ə baxırıq. Deyir n parametrinin hansı qiymətində? Bu deyir funksiyanın ekstremum nöqtəsi, yəni x bərabərdir -1 nöqtəsi funksiyanın ekstremum nöqtəsi olsun. Gəlin yazaq. X bərabərdir -1 bərabərdir y bərabərdir mx kubu çıxaq 3x kvadratı çıxaq 12x üzərinə gəlsin 10-dur. Y-in törəməsi 0-dır. Yəni 3mx kvadratı çıxaq 6x çıxaq 12 0-dır. X-in də yerinə -1 qoymalıyıq. Anılacaq ki 3m plus 6 çıxaq 12 0-dır. Buradan da m2 tapırıq. Yəni m2 qiyməti B variantındadır. 6'ya baxaq. Deyir hündürlüyü 7, diaqonalı isə 13 olan düzgün dördbucaqlının deməli nə deyir? Prizmanın oturacağının sahəsini tapır. İndi burada belə bir şey alınacaq ki, D-nin kvadratı üzərinə gəlsin 7'nin kvadratı 13'ün kvadratıdır. Diaqonalın kvadratı 120'dir. S də bərabərdir diaqonalın kvadratının yarısına. Yəni 120'nin yarısı da 60. Yəni A variantıdır. 7 deyir ki, binomun açılışında binomial əmsalın cəmi 128'dir. Bizdən də deyir ki, 5-ci həddini tapın. Aha. Deməli, binomial əmsalın cəmi 200 ilə hesablanır. 128'ə bərabərdir. 128'də 207 olduğundan n 7'dir. İndi 5-ci həddi deyir. 5-ci hədd kombinezon 7'dən 4 vurulsun x üstü 7 çıxaq 4 vurulsun 1 üstü 4'dür. İndi bunu hesaplamaq lazımdır. Bu nəyə bərabərdir? Tapaq. 7 faktorial bölünsün 4 faktorial vurulsun 3 faktorial x kubu. 7 faktorial 4 faktorial vurulsun 5 vurulsun 6 vurulsun 7 bölək 4 faktorial vurulsun 6. Bunlar gedəcək. Qalacaq 35. Yanında da x kubu. Yəni y variantı. Geçək limit sualına. Limitin burada dediyim hər şeyin ayrıcı izahına baxacaq müxtəlif yerlərdən. İndilik amma qəbullara baxırıq, az qalıb. Aha, gəlin burada hər tərəfi kökdə n-ə bölək. Bu zaman alınacaq ki, limit n sonsuzluğa yaxınlaşır. Bərabərdir kökdə 25 bölünsün. Kök altı 36 üstə gələk. Kök altı 15n bölək n. Limit n yaxınlaşır sonsuzluğa bərabərdir. Kökdə 25 5'dir. Kökdə 36 üzərinə gəlsin. Kökdə 15 bölək n-ə bərabərdir. Burada n sonsuzluğa yaxınlaşır deyə bu da 0'a yaxınlaşacaq. Qalacaq 5 bölünsün 6. Yəni A variantı. Keçək 9-cu suala. Bizə deyir ki, bu ifadənin qiymətini tapın. Görürük ki, bunlar kök altdadır. Yəni 4x çıxaq 16 nə olmalıdır? Müsbət olmalıdır. Yəni böyük bərabər olmalıdır 0-dan. Yəni x böyük bərabər olmalıdır 4-dən. Eyni şəkildə bu 20 çıxaq 5x-ə də aiddir ki, bu da müsbət olmalıdır. Yəni x 4-dən kiçik bərabərdir. Həm də ki, bu məxrəcdə olduğuna görə x 2-dən də fərqli olmalıdır. Deməli, baxın, ümumiyyətcə, həm bu şərt ödənilirsə, deməli, x yalnız 4 ola bilər. X-in yerinə 4 qoysaq, bunlar onsuz da 0'dır. 14 vurulsun 4, 56, onun da yarısı 28'dir. Deyir ki, AC və AB çevrəyə çəkən toxunanlardır. S nöqtəsinin AB-yə çəkən S perpendikulyar çevrənin Y nöqtəsini kəsir. BM 4'dür. Yazaq. BM 4'dür.
MA 6'dır. İndi bu toxunanlar olduğuna görə AC ilə AB bərabərdir. Yəni burada 10 olacaq da. Ümumi bura 10'dur, burada 10 olmalıdır. Sonra BM 4'dür. Onlar yazdıq. Bizdən SY-ni istəyir. SY-yə də bir X deyək. Bu Pifagordan baxın. Bu SMA 3 bucağına nazildək. Buna Pifagor tətbiq etsək, X təbii ki 8'dir. İndi bura X isə, deməli baxın bu hissəyə də 8 çıxılsın X qalacaq, düzdürmü? İndi burada həmçinin MB də toxunandır. Toxunanın kvadratı bərabərdir MY vurulsun MC-yə. MB 4'dür. 4'ün kvadratı bərabərdir MY, yəni 8 çıxaq X vurulsun MC, yəni baxın bu ümumi hissə 8'dir. Buradan 16'ın 8'ə bölündə 2 qalır. 8 çıxaq X 2'yə bərabərdir. X də 6'dır. X 6'dırsa Y variantıdır. Bizə deyir ki, bərabərsizliyin həllərinin cəmi, tam həllərinin cəmini tapın. Loqaritmanın xassəsinə görə X ilə 2'nin yerini dəyişə bilərik. Amma bir şərtlə ki, X sıfırdan fərqli olsun. Bu zaman olacaq ki, X kvadratı loqaritma 2'dən 2 bərabərdir. Nəyə? Baxın, bu nəyə bərabərdir? 1'ə. Yəni, bu da olacaq X kvadratı. Alınır ki, X kvadratı çıxaq 2X çıxaq 3 mənfidir. Məlum məsələ ki, bu da X çıxaq 3 vurulsun X plus 1 deməkdir. Bu da mənfidir. İntegrallar üsulundan, intervallar üzr istəyirəm, üsulundan yazsaq, mənfi 1, 3. Bunların hər ikisi də təbii ki, daxildir. İndi, bu da müsbət. Bura mənfi, bura müsbət. Ancaq dedik ki, baxın, X sıfırdan nədir? Fərqlidir. Deməli, belə olacaq. Həll, mənfi 1-dən 0-a birləşsin 0-dan 3-ə. Bunların bizdən cəmini istəyir. Cəmi də 3-ə bərabərdir. Əgər burada həllərin sayda isə 0'ı görmək artıq yaxşı bir məsələyə toxunmuş olardı. Əgər onu sorursaydı. Keçək bu suala. Deyir, kubun bütün üzərinə toxunan kürənin səthinin sahəsini, kubun yan səthinin sahəsinə olan nisbətini tapın. Ümumiyyətcə, kürənin radiusu nəyin? Kubun tilinin yarısına bərabərdir. İndi bunun da deməli nəyini deyirik? Səthinin sahəsi kürənin 4πr kvadratıdır. Bölü kubun yan səthinə 4a kvadratına. Bunlar gedəcək. İndi R'in yerinə də A bölünsün 2'ni qoysaq, alınacaqdır. Ümumiyyətcə 4a kvadratlar gedəcək. Pi bölünsün 4 alınacaq. Yəni C variantı. Keçək 13-cü suala. Deyir, artan həndəsiz hissə verilib bizə. Deyir, birinci hədd 2'dir. İlk 3 həddinin cəmi də 26'dır. Bu hissənin 4-cü həddini deyir ki, tapın. İndi B1'i bizə 2 verib. B1, B2, B3 cəmini isə bizə verib 26. Yəni, yerinə qoysaq B2 ilə B3 cəmi nədir? 24'dür. İndi B1, B2, B1 vuraq 2'dür. B3 də B1 vuraq 2'nün kvadratı da 24'dür. B1'i çıxarsaq 2 üzərinə gəlsin 2'nün kvadratı 24'dür. B1'i də bizə 2 vermişdi. Alınır ki, 2 üzərinə gəlsin 2'nün kvadratı 12'dir. İndi bunu da belə yazaq ki, 2 kvadratı gələk 2, çıxaq 12, 0. Buradan da 2'nün 1, 3, bir dəfə də mənfi 4 qiymətini alırıq. Bizə də deyirdi ki, bu artan həndəsiz hissədir. Yəni 2 müsbətdir. Mənfi ola bilməz deyə 2'miz 3'dür. Bizdən B4 istəyir. B4 də yaxşı, B1 vurulsun 2'nün kubudur. B1 2'dir, 2 də 3'dür. 3'ün kubu 27'nin 2 hasil 54'ü verəcək. Yəni C variantı. Deyir ki, bunun böyük kökünü tapın. Gəlin kök hatta 5 çıxaq 2 tam kökdə 6 üstü x'ə bir A deyək. A üzərinə gəlsin 1 bölək A 10'dur. Yəni A kvadrat üstə gələk 1 bərabərdir 10'a. Hər tərəfi A'ya vurdum. A kvadratı çıxaq 10'a üzərinə gəlsin 1 0'a bərabərdir. Tam kvadrat ayırmaq üçün hər tərəfin üzərinə 25 əlavə edəcəm. Bu da bərabər 24 daha doğrusu əlavə edəcəm. Bu da 24'ə bərabərdir. A çıxaq 5'in kvadratı 24'dür. A çıxaq 5 ya kökdə 24'dür. Ya da ki burada nə çıxır? A bərabərdir 5'dir gələk. Kökdə 24 çıxır.
Həmçinin A1-dir bu. A2 də bərabərdir 5 çıxaq kökdə 24-ə. Yəni bir kökü 5 üstə gələk 2 kök altda 6-dır. Digər kökü isə 5 çıxılsın 2 kök altda 6-dır. Buradan da deməli, baxın bu demişdik. Bunlar da biri bunun kvadratıdır. Yəni x2-dir, bir dəfə də -2-dir. Bizdən də böyük kökü deyir deyə B variantıdır, yəni 2-dir. Deyir ədədinin kəsr hissəsi ilə onun əksi olan ədədin nasini tapın. Bunu kökdə 12 yazaq. Bunların həm ikisi də təxminən 3-dür, yəni tam hissələri 0-dır. Deməli, kəsr hissə olduğu kimidir. Yəni, kəsr hissəsi budur. Bunu da vururuq. Deyir, bunun əksi olan ədədə. Yəni, kökdə 3 çıxaq kökdə 15-ə. Burada mənfini qabağa atıb, kökdə 15 çıxaq kökdə 12-nin kvadratı şəklində yaza bilərik. Bu da eləyəcək -15 çıxaq. Hadisələrin kimisi 2 kök altda 180 yazıram. 2 kök altda belə yazsaq əgər 4 kök altda 45 yazaq. Deməli, üzərinə gəlsin 12-nin kvadratı. Şimdi bura bu. Bu 27. Qarşıda mənfi var deyə -27. Üzərinə gəlsin. Bunu da belə yazacaq ki 9 vuraq 5, 12 çıxacaq. 12 kök altda 5. Bu formadadır. İndi bunu belə də yaza bilərik də. 12 kök altda 5 çıxaq 27 formunda da yazılır. Yəni bu da C variantında verilmişdir. Bizə indi belə bir kvadrat verilib və deyir ki KP P-nin 2 mislinə bərabərdir. KP-yə 2A-dır, P də A-dır. Bu da 90-dır. Deməli 90-ın qarşısı 2A-dırsa, deməli 30-un qarşısı A olmalıdır. İndi baxın bu da diagonaldır, düzdürmü? Diagonal da 45-45 var. Deməli burada 15 dərəcə qalır. Bizdən də onu soruşurdu. D variantı qalır. Keçək 17-yə. Deyir, bu cüt bu sistemin həlli olsun. Sistemin həlli olmaq üçün x-lə y-in yerinə uyğun ifadələri qoysaq, bizə cavabı verməlidir. İndi gəlin yerinə yazaq, görək nə alınır. İkincidə yerinə qoyuram. X-in yerinə 2m, üzərinə gəlsin 3m, 15. 5m15-dən m-iz 3 tapırıq. Gətirib yerinə qoysaq, deməli x 6-dır, m-də, yəni y-də 3-dür. 12 çıxaq 3a 6-dır. 6 3a-dır və a da 2-dir. Yəni C variantıdır. Keçək bu suallara. Təniyə eləmək. Bunu 3-də 4 formasında yazıb tənasüb kimi yazaq. Deməli, bunu 3-ə vursaq, 3 vurulsun kosinus x, üzərinə gəlsin 9 sinus x bərabərdir 8 kosinus x, üzərinə gəlsin 4 sinus x-ə. Buradan alınacaq ki 5 kosinus x 5 sinus x-ə bərabərdir. Düzdürmü? Buradan alınır ki kosinus x sinus x-ə bərabərdir. Yəni ki tangens x 1'dir. Bu da 45 də olur. Yəni 45 dərəcədir. Yəni x bərabərdir. Pi bölünsün 4 üzərinə gəlsin. Pi k olanda alınacaq. Yəni C. Keçək 19-a. Təpə nöqtəsinin deyir apsisi 1 olsun. Təpə nöqtəsinin apsisi nədir? M-dir. Bizə deyir ki M-in 1 olduğu, yəni x0'ın 1 olduğu qiyməti tapın. x0 bərabərdir. Mənfi bölək B bölək 2. Bu da mənfi 1'dir. Mənfi B, mənfi B'dir. A da mənfi 1, yəni mənfi 2 bərabər 1'ə. Buradan da B-ni 2 tapırıq, yəni Y variantıdır. Deyir ki, vektorunun bizə nə deyir? Deyir ki, komponentlərini tapın. İndi 2A-nı tapaq, yəni uyğun elementlərin hamısını 2'ə vurmalıyıq, düzdürmü? Nə alınacaq? 4 mənfi 2 8. İndi 5B-ni tapaq. 5'ə vururuq da uyğun olaraq 15 0 mənfi 10. Komponent deyirsə verilənlərin deməli fərqini tapırıq. Alınacaq mənfi 11 mənfi 2 18. Yəni C variantıdır. 21'ə baxaq. Deyir 2 ilə 3 ilə düz mütənasib olan 2 ədədin cəmi 18. Yəni 2K 4K 6K 18-dən K 3'dür. Bir ədəd. Deməli 6'dır, digəri isə 12'dir. Bunların hansı da 72'dir. Deyir ki, A və B çoxluqları var.
A ilə B-nin kəsişməsi 4-dür. Burada 8-dir. A da ümumi neçədir? 12-dir də. İndi baxaq bu suala. Bizə deyir ki, bura bucağı 42 verib. MK ilə Y paraleldir. PK MP-nin tam böləndir. Yəni bura bir alfa desək, burada bir alfa olacaqdır. Deyir ki, nə deyir? MPY ilə MPK-nın fərqini tapın. İndi bura 42-dirsə, bunlar çarpazlar. Yəni burada 42-dir. Burada 42-dir. İndi baxın, bura ümumi 180 düzdür. Bura 84-dürsə 2 alfa. Bura qalacaq 96 dərəcə. İndi deməli, bura 96-dır. NPK da nədir? 42-dir. Bunların fərqi də bizə 54 dərəcəni verəcəkdir. Keçək bu suala. Loqaritm sualıdır. İndi bunu belə yazaq. Birincisini 4-də 1 loqaritma P əsasdan AB bərabərdir 6 yazaq. Bu da nə deməkdir? Loqaritma P əsasdan AB bərabərdir 24-də. Vurma olanda biz toplama yazırıq. Yəni loqaritma P əsasdan A üzərinə gəlsin. Loqaritma P əsasdan B 24. Loqaritmanı sevdiyim dərslərdən bunun izahını verəcəm. İkincisi eyni formada 4-də 1 loqaritma P əsasdan A bölünsün B 2-dir. Loqaritma P əsasdan A bölünsün B 8-dir. Bölmə olanda da uyğun olaraq çıxma yazılır. Loqaritma P əsasdan A çıxaq. Loqaritma P əsasdan B bərabərdir 8-ə. İndi baxın, bununla bunu tərəf-tərəfə toplamaq lazımdır. Uyğun olaraq loqaritma P əsasdan B-lər gedəcək. 2 loqaritma P əsasdan A 32 alınacaq. Loqaritma P əsasdan A 16-dır. 16. Gətirib yerinə qoysaq, loqaritma P əsasdan B də 8-dir. Bunların da nisbəti təbii ki, nə verəcək? 2-ni verəcək. Keçək hansı suala? 25-ə keçirik. Bizə belə bir üçbucaq verilib. AD 7-dir. Bura BD 9-dur. Uyğun olaraq bu bucaqla bu bucaq bir-birinə bərabər verilib. B bucağı da ortaq. Deməli, oxşarlıqdır. Uyğun tərəflərin. Burada bizdən nə istəyir? B hissəyə də x deyir. 9-un x-ə nisbəti x-in ümumi hissəyə 16-ya nisbətinə bərabərdir. X kvadrat 9 vuraq 16. 3 vuraq 4-dən x də 12 çıxacaq. Yəni, elə 12-ni istəyir. Keçək 26-ya. Deyir, çoxhəllinin vuruqlarına ayrılışı bu formadadır. Və bizə deyir ki, B çoxhəllisinin əmsalları cəmini tapın. İndi burada vuruqlara ayırma üsulundan aid bir sual. Bunu belə yazaq. A kubu, üzr istəyirəm. A üstü 6 çıxaq 8A kubu, üzərinə gəlsin 3A kubu çıxaq 24-dür. Birincidən A kubunu çıxarsaq, qalacaq A kubu çıxaq 8, üzərinə gəlsin 3 çıxarsaq, A kubu çıxaq 8. A kubu çıxaq 8 ortaqdır. Qalacaq A kubu plus 3. Bu da müxtəsərdən A çıxaq 2, A kvadratı plus 2A plus 4 vurulsun A kubu plus 3 deməkdir. Şimdi baxın, burada A kubu plus 3 verilib, A çıxaq 2 verilib. Deməli, bu B'dir. Əmsallar cəmi istəyir. Heç nə yoxdursa qarşısına 1-dir, 2-dir, 4-dür. Cəmləri də 7-ni verəcəkdir. Keçək 27-ci suala. 27-ci sualda birincidə yazaq 10A plus B. Çıxaq 10B çıxaq A. Çıxaq 4A üstə gələk 3B bərabərdir 0-a. 10A'dan A çıxanda 9-a, 4A-da çıxanda 5-a. 9B üstə gələk də 3B, yəni mənfi 9 üstə 3 gəndə mənfi 6. Çıxaq 6B 0. Yəni bunlar bərabərdir. A 6K'dır, B 5K'dır. Natural olduqları üçün də K yalnız 1 ola bilər. Yəni A6, B 5'dir. Cəmləri də 11. Y variantı. İkinciyə keçirik. 10A plus B çıxaq 4A çıxaq 8B bizə 0 verəcək. Buradan da uyğun olaraq 6A bərabərdir 7B'yə. İndi artıq bayaq yazdım. 7K nədir? 6K'dır. K da yalnız 1 olacaq.
Deməli, bunların da cəmi 13-dür. Fərqi bir də ona uyğun yoxdur. A ilə Y getdi. Üçüncünü yazaq. Mən bunu belə yazacağım. AB0 çıxaq AB bərabər 225. Bu formada yaza bilərəm. İndi buradan mən aydın görürəm. Siz açıb da yaza bilərsiniz. AB nədir? Aydın məsələ ki 25 düzdürmü? Yəni, biri 2-dir, biri 5-dir. A 2-dir, B 5-dir. Cəmləri 7-dir. Yəni C variantıdır. Fərqləri də 3-dür. Bu da D variantıdır. Bu heç birinə aid olmadı. Keçək 28-ə və ətraflı həll tələb edən suallara. Ver ABC trapesiyasında AC diaqonalı BAD-nin tənbölənidir. Tənböləni qeyd edək və çarpazlıqdan, yəni belə bir Z qaydası var da, burada bərabər olacaq. İndi bizə də deyir ki, AB 8-dir. Burada 8 isə bərabər yanında, burada 8-dir. Sahələrin nisbətini verib AD-ni istəyir. AD-yə də bir X deyək. Gəlin buradan bir hündürlük çəkək və ABC-nin sahəsi nə olacaq? Hündürlük vurulsun 8-in yarısı, yəni tərəfin yarısı bölünsün. X də gələk 8-in yarısı, yəni oturacaqlar cəminin yarısı, düzdürmü? Orta xətt vurulsun hündürlük. H-dar gedəcək, 2-lər gedəcək. Bu da bərabərdir 2-nin 5-ə nisbətinə. Yəni 8-in x plus 8-ə nisbəti bizə 2-nin 5-ə olan nisbətini verir. 2x plus 16 40-dan 2x 24 və x də çıxacaq 12. X-i də 12 tapdıq. Bizdən də AD-ni istəyirdi və bu cavab budur. Deyir, eyni zamanda fırladılan iki çarxın oxlarının dayanacaq xanalardakı ədədlərin cəminin tək ədəd olması ehtimalını tapın. Bir iki ədədin cəmi nə zaman tək olar? Ya cütlə tək olsa olacaq tək, ya da ki, yəni təklə cüt olsa təkdir. Yəni ya birincidə tək, ikincidə cütdür və yaxud da ki, əksi. İndi birincidə tək gəlməsinin ehtimalı nə qədərdir? Ümumi 8 ədəd var. Təkrar hansılardı? 11, 9, 75, 41'dir. Bir də budur. 5'dir. Ümumi neçədən ədəd var? 8'dir. 8-dən 5'dir. 8-dən 5'dir. İndi bu birisində də cütə baxırıq. 5 dənədir, 4 cütdür. Vurulsun 5'də 4. Bunlar gedəcək, bunlar gedəcək. 1 bölü 2 qalacaq. İndi buna baxdıq. Keçək ikincisinə. Cüt tək. Burada 8 ədəd var yenidən. Bunlardan neçəsi cütdür? 16, 64, 36. 8-də 3 cütdür. Vurulsun. Burada neçəsi təkdir? Bir dənə bu təkdir. Ümumidə 5 ədəd var. 5'də 1. Yəni 40'da 3. Bu 2'də 1 də belə yaza bilərik. 2'də 1 də 40'da 20 kimi yazsaq, bunların cəmi də 23 bölünsün 40'ı verəcək. Yəni doğru cavab budur. Keçək son və isbat sualımıza. ABCD dörtbucaqlısında AB ilə CD bir-birinə bərabərdir. BC ilə AD də bərabər göründüyü kimi. BY ilə DF də tənböləndir. Yəni bura alfa desək, burada alfadır. AB ilə CDF-in kongruent olduğunu deyir, isbat edin. Yəni bunu isbat etmək lazımdır. Baxın, qarşı tərəfə bərabərdirsə, buradan biz tapırıq ki, bu fiqur nədir? Bir paraleloqramdır. İndi paraleloqramın qarşı bucaqlar bir-birinə bərabərdir. İndi bura alfa alfadırsa, deməli burada bir alfa ilə alfa olacaq. Baxın, iki bucaq, iki tərəf bir bucaq bərabərdir. Yəni TBT əlaməti var, düzdürmü? TBT əlamətinə görə bunlar oxşardır. İndi baxın, burada nə bilirik? DC ilə AB bərabər, düzdürmü? BC ilə AD də bərabərdir. Sonra biz bucaqları tapdıq ki, ABC ilə də nə bərabərdir? CDA bərabərdir. Həmçinin əlavə olaraq da tapdıq ki, DF ilə də BY bir-birinə bərabərdir. DF də bərabərdir BY-yə. Və bunların hamısı yetərlidir ki, isbat tamamlanır. Yəni isbat elədik ki, uyğun olaraq üç bucaqlar bir-birinə oxşardır. Bu da deməli birinci qrup, ikinci qəbul 2024-cü il düşən sualların izahıdır. Növbə ilə sualları izah edirik və məncə suallar getdikcə təkrarlanan suallardır. Yəni məncə mövzular hər il, hətta sualların tipi belə bir-birinə oxşardır.
növbəti videolarda görüşərik. Sağ olun və davamlı olmağını istəyirsinizsə kanala abunə olub videoları like etməyi unutmayın.